Salam dostlar, bir gün sizlerle beraber bütün bu məhəllələri gezəcəyik. İndi biz öz evimizden çıxıb 1 kilometr taksi. Anamıza xəbər vermişdi. Taksiden gəldik bura. Çünki buranı gəzməyi çox sevirik də. McDonald's tərəf var, biz o tərəflərdə qalırıq. Amma buraya gəldik ki, baxaq, gəzək buraları. Heç xəbərimiz də yoxdur, ara gəzdiyimizə. Doğru. İndi dostlar, bu yerlərə baxacağıq. Çox maraqlı yerdir. Doğru bəyimiz də var. Təbii ki, biz üzümüzü göstərməyəcəyik. İnanmayacağız, amma biz 1 milyon abonədə göstərəcəyik. Bizim bu özəl taktiğimizdə heç tez göstərməyəcəyik. İndi dostlar, o tərəflərə gedəcəyik. Burada bir dənə dostum yaşayır. Adı nə idi? Hüseyncan deyə dostum yaşayır. Amma köçüblər də. Köçüblər də. Ona görə də bura gəliblər. Bilmirik nəyə gedib, sonra Türkiyəyə getdilər. Evet, ona göre bakacağız. Arkadaşlar, Hüseyin dostum söylemişti ki şu ileride bak, şu taraf var ya, bak şu taraf. Şu taraf var ya, dostumda da var. İkimizde de var. Bak şu tarafta it var. Şimdi oraya gideceğiz. Gidelim mi? Arkadaşlar bu arada burada kötü bir şey var Azerbaycan'da. Türkler de görsün. Bakın dostlar. Burası zincirlənib. O tərəfdən girməliyik. Bakın arkadaşlar oraya niye bağladıklarını bilmirlər. Çünkü orada dostum sendir. Biz gələndə indi biz gələndə görmüşdük. Qara sülaləət var idi əvvəllər. İndi videonu dayandırırıq. Ora gedirik. Dostlar, ora girmək olmaz, yasaqlıdır. Gedə bilərik, amma bura olmur. Vəxşin bu tərəfdən. Və buradan keçib indi qaça bilirik, ora girə bilərik. Amma baxın nə ağarıblar. Zincirləyiblər hər yeri, baxın. Bu zincirlərdə başda altından çıxa bilərik. Amma biz girməyə qoymurlar. Gözləyin, sizə çox yaxınlaşdırım. Baxın, orada zincirlər var, daş atıblar. Yəni orada bütün gördüyümüz şeylər ola bilər. Sizə bu məhəlləni tanıtmaya çalışacağıq. Bu məhəlləni bilən, burada yaşayanlar sevinər. O tərəf. Gözdə. Oy bilət. Şişdir. Kaç. Oy. Kaç. Oy bilət. Söyleme ha uşaq. Oy bilət. Ay bilət söyləyirəm. Söyleme ha uşaqlar da izləyəcək. Ay bilət sizə də deyirəm. Ay. Söyləyirəm. Dostlar. Burada şey oldu. Çıx. Orada neyse gördük, qaçdıq ona görə. Qara sülaləət var idi, həqiqdən. Sizi çəkənmədim, çəkə bildiyin görəsən. Ay o, gedib. Qaçdı orada, üstümüzə. Həqiqdən. Hələ sizə, bura əslində çox yaxşı yer idi. Amma sizə bir şey göstərəcəm. Şokda qalacaqsınız. Gəlin o tərəfə gedək. Bura girdik, amma ora qoyulurlar. Ona görə belə baxacaq. Və dostlar, sürprizi deyirəm. Dostlar, ora baxın. Seçdin? Eşitdiniz dostlar, sessiz qaldıq ha. Sesinizi burada çox açın. Baxın ora.
Orada səs gəlir. Millət, ora sizə sürpriz tam deyəcək ki. Baxın dostlar, orada tərk edilmiş yer var. Bura əvvəlləri çox beyin xəstəsi yeri idi. Mən hardan bildiyimi soruşmayın. Mən bilərəm. Deyim niyə? Dostlar, bura gələndə hardansa Google-dan araşdırdım Azərbaycanda bu yeri. Mən də buranı çox merak edirdim. Hələ bura baxın. Bu işarəti bilməyənlər üçün sizə deyək. Sizə bu işarətin nə olduğunu deyək. 88A 8 üstə gələk 9. Bir dənə Arabcana şey və orada söylüyorum 88A üstə 8 üstə gələk 9 Arap rəqəmi ve bilmiyorum. Bunların anlamını nasıl bileceğimi sorabilirsiniz. Ama ben aslında size nasıl söyleyeyim? Arap dilini biliyorum. Arap dilini bilmiyorum ama danışa da bilmiyorum. Ama başa da düşə bilmirəm. Ama Arap dilini hərflərini bilirəm. Orada dilini yazıb 88A. Yani ona bir də tövbə deyirəm. 88A bu şeytan anlamına gəlir. Göz eşitdiyin səsi. Eşitdiyin səsi. Arkadaşlar. Dostlar, bir buralara baxın. Yaşam var bütün. Ama bura bax. Ama o tərəflər yaşam deyil. Video neden bağladığını sorabilirsiniz. Yandırdım. Arkadaşlar buralarda yaşam var. Buralarda da. Ve buralarda yaşam yok. Sizce neden? Sizce neden buralarda yaşam yok? Söyleyeyim mi? Burada şeytan bura ele getirdi. Bura əvvəldə yaxşı insanlar yaşayırdı. Ama Şeytan dostum deyib. Burada da terk edilmiş yer var. Orada da şeytan rəqəmləri var. Burada da Arap dilinde de söylemişti ki orada harfləri təkrarladım ve anladım ne söylüyor. Orada Arap dilinde Ses eşitdi. Ses eşitdi. Ay bilərsəz çok sesi eləməliydim. Ay da arkadaşı özür diləbilirim. Eşidənmədiz. Ama burada oy eşitdiniz dostlar. Doğru geldi, o evde geldi. Arkadaşlar bu evin anlamı eskiden buralar çok iyi yaşamlar var idi. Size yeni. Çekil. Gitme. Yaş arkadaşlar şimdi durduruyorum videonu. Size başka yerde göstereceğim. Oraya gidene kadar size eziyet vermeyeyim. Arkadaşlar tam biz o taraflardayken it avlama sesi geldi. Ve bir kız sesi geldi. İnanan bilmiyorsunuz da. Herkes biliyor da. İnanamırsınız da. İndi videonun sonuna geldik. Çünkü çok garip şeyler oldu. Ve arkadaşlar size əsl partın ikisi gələcək. Ama size en axırın şeyi göstereyim. O bu dəqiqə belə biraz daha belə düzüydü. Ama indi bax əyildi. Səncə nətər? Hem kız dostlar. Uy bilir. Sakit. Dostlar eşitdiniz? Hem o düşer, hem o şey kırılanda, hem kız ses böyle bam nətəçisinə deyimək. Tam videonu bak, o kız sesi gələndə tam videonu açtım ama tam vaxtında bak. Nətə deyim sizə? Hadi bir video başlatana 2 saniye kala
biz gedəcəkdik də yerə dayı çatanda belə qız səs gəldi. 2 saniyədən sonra eşitdim, dostum dedi. Sonra tam videonu atacaqkən çox gecikdim. Artıq səs getdi. Həm də it avlama səsi var idi. İnanmırsınızsa dostumdan soruşun, onsuz da o da bilək. Baxın, inanmırsınızsa o tərəfdə nətə dediyini soruşun. Evet arkadaşlar, biz o taraflarda geziyorduk ve keşfediyorduk. O taraftan bir köpek avlaması ses geldi ve kızın ses geldi. Bağırma sesi. Ama arkadaşlar orada zannedebilirsiniz kız itten korktu ama öyle değil. Bak, kız sesi bu taraftan geldi. Köpek sesi o taraftan. Bak, Köpek sesi bak oradan geldi. Yo, iç sesi ise o taraflardan. Yani buranın ne önemi var bilmiyoruz. Bakın. Size ya da yakınlaştıralım sizin için. Hadi. Orada gördünüz mü? Oy! Dostlar yaşlı olun. Oy dedim.